Quranın bir çox ayəsi insanları keçmiş xalqların tarixini öyrənməyə dəvət edir və tarixi etibarlı bir bilik və düşüncə mənbəyi kimi təqdim edir. Tarixi sübut və sənədləri axtarmaq, təhlil etmək və şərh etmək, hadisələrin səbəb, nəticə və təsirlərini anlamaq və dərk etmək qabiliyyətini artırır. Onlara keçmişdəki xəbərləri danış ki, bəlkə düşünsünlər. Əraf surəsi 176-cı ayə. Tarix elminin çox qədim kökləri var. Təxminən 5000 il əvvəl yazının ixtirasından sonra insanlar tədricən öz dövrlərində baş verən hadisələri qeyd etməyə və yazmağa başladılar. İndiyə qədər aşkar edilmiş ən qədim tarixi mətn, qədim Misir yazısı ilə 4000 ildən çox yaşı olan daş kitabədir. Bu kitabədə bir sıra fironların adları və onların dövründə baş vermiş bəzi hadisələr qeyd olunmuşdur. Yazının ixtirasından əvvəl də qədim xalqlar və cəmiyyətlər öz əcdadlarının tarixinə maraq göstərirdilər. Onlar adətən yaradılışın başlanğıcından bu yana öz xalqlarının tarixini şifahi şəkildə nəsilbənəsil bir-birini ötürürdülər. Bu tarixlər əfsanə və dastanlarla qarışırdı. Sonralar tarixşünaslıq inkişaf etdikdə onların bir hissəsi tarixi kitablara da daxil oldu. İnsan fəaliyyətinin ilk nümunələri ilə daş arasında sıx bir əlaqə mövcuddur. Bu, sadalayacağımız faktlarda öz əksini tapır. İlkin insanların yaşayış yeri təbii daş mağaraları idi. İnsanların istifadə etdiyi ilk bəzək əşyaları daşdan olmuşdur. Yazı materialları kimi ilk növbədə daş lövhələr işlənmişdir. İlk sənət əsərləri sayılan qayaüstü təsvirlər daş səthlərə çəkilmişdir. İlk musiqi alətlərindən biri qaval daş adlanır. İnsanlar taxılın un halına gətirilməsi üçün əvvəlcə daş həvəngi dəstələrdən, daha sonra isə daş dəyirmanlardan istifadə etmişlər. İnsanlıq tarixini əmək alətlərinin mənşəyi sayılan materiallarına görə 3 əsas dövrə ayıra bilərik. Daş dövrü, tunc dövrü, dəmir dövrü. Əmək alətləri niyə və necə yarandı? Qədim dövrdə insanların yaşadığı mühit çoxsaylı təhlükələrlə üzləşirdi. Həmişə yırtıcı heyvan təhlükəsi altında olan insanlar üçün ani bir diqqətsizlik həyatı bahasına gələ bilərdi. Bu səbəbdən onlar bircə, icma halında yaşayırdılar. Təbiətlə tək başına mübarizə aparan insanlar həyatda qalmaq və qida təmin etmək məcburiyyətində idilər. Həm özlərini qorumaq, həm də ov edə bilmək üçün müəyyən vasitələrə ehtiyac duyurdular. Əmək alətləri məhz bu zəruri ehtiyac nəticəsində meydana gəldi. Daş dövrünün əmək alətləri. Daş dövrünün əmək alətləri əsasən daşdan hazırlansa da, sümük və müxtəlif ağac növlərindən də istifadə olunurdu. İlkin alətlər arasında kobud daş çapacaq, dəyənək və torpağı qazmaq üçün istifadə edilən çubuqlar var idi. Qədim insanlar çapacaqları çayların kənarında tapa bildikləri daşlardan düzəldirdilər. Çapacaq və dəyənək ov zamanı, yerqazan çubuq isə bitkilərin toplanması üçün istifadə olunurdu. Zaman keçdikcə insanların təcrübəsi artdı və onlar məişət məsələlərində inkişaf etdilər. Bu inkişaf daha mükəmməl alətlərin yaranmasına səbəb oldu. Yemək hazırlama prosesində heyvan dərilərinin soyulması və ətinin sümüyündən ayrılması üçün iri daş çapacaqlar kifayət etmirdi. İnsanlar daha incə və iti alətlər düzəltməyə başladılar. Xəz dərisi olan heyvanları ovlayan insanlar onların dərilərindən geyim hazırlayırdılar. Bu məqsədlə sümükdən iynə və biz kimi alətlər düzəldirdilər. Qədim insanların ən mühüm ixtiralarından biri ox və kamandır. Bu, sırf insan ağlı və ixtiraçılıq qabiliyyətinin məhsuludur. Çünki təbiətdə ona bənzər bir model yoxdur. Bu ixtira ovçuluğun səmərəliyini kəskin şəkildə artırdı. Qida ehtiyatları çoxaldı və insanlar təhlükəsiz bir məsafədən ovlaya bilməyə başladılar. Ox və kaman heyvanların əhliləşdirilməsinə də zəmin yaratdı. İnsanlar böyük heyvanları ovlayır, onların balalarını isə yaşadıkları düşərgələrdə saxlayırdılar. Ehtimal olunur ki, insan tərəfindən əhliləşdirilən ilk yırtıcı heyvan it olmuşdur. Uzun illər ərzində ovçuluq tədricən maldarlığa, yığıcılıq isə əkinçiliyə çevrildi. Artıq insanlar öz qidalarını özləri istehsal edirdilər və təbiətdən asılılıq azalmışdı. Torpağı işləmək üçün də toxa kimi alətlər ixtira edildi.
Əkinçilik və maldarlıq məhsullarını saxlamaq üçün müxtəlif qablar lazım idi. İnsanlar gildən müxtəlif formalı qablar düzəldib, onları xüsusi sobalarda bişirməyə başladılar. Bu işlə məşğul olan sənətkarlar peyda oldu. Tunc dövrü alətləri. Qədim insanların ilk tanış olduğu metal misdir. Onu əridib müxtəlif qəliblərə tökərək istənilən formalı alətlər düzəltmək olurdu. Lakin mis çox yumşaq bir metal idi və alətlər tez zədələnirdi. Daha möhkəm bir materiala ehtiyac var idi. Zamanla insanlar misə müəyyən metallar qataraq daha sərt olan tuncu yaratmağı öyrəndilər. Tunc alətlərinin istifadəsi cəmiyyətin inkişafını sürətləndirdi. Xüsusilə xışın ixtirası əkin sahələrinin genişlənməsinə və məhsuldarlığın artmasına səbəb oldu. Xış torpağı daha dərin şumlamağa imkan verirdi və bu alət müasir çotanın ilkin forması hesab oluna bilər. Tunc dövründə insanlar bağçılıq, bostançılıq və üzümçülüklə də məşğul olurdular. Heyvanların sayının artması yeni otlaq axtarışına səbəb olurdu. Otlaq axtaran maldar qruplar bəzən qonşu icmaların ərazisinə də daxil olur, bu isə münaqişələr və müharibələri yaradırdı. Vaxtilə ov üçün istifadə edilən ox, kaman, nizə və balta kimi alətlər artıq silah kimi işlənirdi. Dəmirin tuncu əvəz etməsi. Dəmirin kəşfi əmək alətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına təkan verdi. Dəmir təbiətdə geniş yayılmış, mis və tuncdan daha möhkəm və davamlı bir metal idi. Onu əritmək üçün xüsusi qatışıqlara ehtiyac yox idi. Dəmirdən hazırlanmış alətlər ilə ən bərk torpaqları belə şumlamaq mümkün idi. Dəmir alətlərinin tətbiqi insan əməyinin məhsuldarlığını daha da artırdı və iqtisadiyyatın inkişafında çox mühüm rol oynadı. Tarixşünaslığın formalaşması. Tarixşünaslıq eramızdan əvvəl 7-ci əsrdə qədim Yunanistanda tarixin atası adlandırılan Herodotun dövründə formalaşmağa başlamışdır. Onun əsasən Yunan-İran müharibələrini təsvir edən tarix əsəri qədim dövrdən qalan ən qədim və tam tarixi kitabdır. Herodot bəzən səhvlər və qərəzli mənbələrdən istifadə etmiş, bəzən də hadisələri təhrif edərək təqdim etmişdir. İslam dövründə tarixşünaslıq müsəlmanlar arasında məşhurlaşdı və geniş yayıldı. Müsəlman tarixçiləri tərəfindən qiymətli tarixi əsərlər yazıldı. Bu tarixçilərin çoxu Təbəri və Beyhəqi kimi şəxslər idilər. Tarixi tədqiqat mənbələri əhəmiyyətinə və etibarlılığına görə iki kateqoriyaya bölünür. Birinci dərəcəli, yəni ilkin mənbələr. Hadisənin baş verdiyi dövrdə və ya ona çox yaxın bir zamanda yazılmış bütün əsərlər. Başqa sözlə, bu tip mənbələrin müəllifləri ya hadisələrin birbaşa şahidi olmuşlar, ya da şahidlərdən hadisələrin təsvirini eşitmişlər. Yazılı mənbələrlə yanaşı bütün qədim və tarixi abidələr, binalar, əmək alətləri, əşyalar, qayaüstü təsvirlər və yazılar, həmçinin sikkələr, keçmişdən qalan hər hansı bir alət birinci dərəcəli mənbə hesab olunur. İkinci dərəcəli mənbələr isə birinci dərəcəli mənbələrə əsaslanan bütün tədqiqat və əsərlərə deyilir.